Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərlə sizi mən Turac İbrahimova tanış edəcəm. Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Aleksandr Culadze məktəb ictimaiyyətinə təhsilin yeni baxışını təqdim etdi. Bu təşəbbüs ətrafında müzakirə də aparıldı. Mövzu ilə bağlı materialı izləyək. Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Aleksandr Culadze məktəb ictimaiyyətinə və maraqlı tərəflərə ümumi təhsilin yeni baxışını təqdim edərək layihə çərçivəsində həyata keçiriləcək təşəbbüsləri müzakirə etdi. Yeni baxış çərçivəsində məktəblərdə tədrisin və təlimin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsi, müəllimlərin davamlı peşəkar inkişafı və karyera yüksəlişi sxeminin yenilənməsi, məktəb mühitinin inkişafı və yaxşılaşdırılmasının təmin edilməsi əsas prioritetlərdəndir. Bütün səviyyələrdə kompüter texnologiyalarının tədrisi, məktəblərin elmi laboratoriyalarla təchiz edilməsi, STEM klublarının, olimpiyadalarının və müsabiqələrinin dəstəklənməsini əhatə edən STEM proqramının istiqamətinin gücləndirilməsinə xüsusi diqqət yetirilib. Nazir qeyd etdi ki, Gürcüstanda mövcud fizika, riyaziyyat məktəblərinin gücləndirilməsi istiqamətində fəal iş aparılır. O bildirib ki, bu məktəblərin intellektual resursları digər məktəblərdə fizika, riyaziyyat fənlərinin tədrisinin təkmilləşdirilməsi üçün istifadə olunacaq. Əsas prioritet məsələlərdən biri tədris prosesində şagirdlərin özlərini təqdim etmə bacarıqlarının inkişaf etdirilməsidir. Nazir tərəfindən STEM istiqamətinin inkişafına diqqət ayrıldı. Bu isə kompüter texnologiyaları ilə müxtəlif pillələrlə təhsil almağı nəzərdə tutur. İndiyədək belə bir təhsil olmayıb. Demək istəyirəm ki, Marneuli məktəbləri və yeni inşa olunan binalar bu cihazlarla təmin olunur. Bütün bunlar rəqəmsal təhsilə təkan verir. Müəllimlərin ixtisası üzrə inkişafı və valideynlərin təhsil sisteminə cəlb olunması da vacibdir. Yaxında bütün məktəblər lazımi otaqlarla təmin olunacaq. Fizika və riyaziyyat fənlərinin də daha dərindən öyrənilməsinə təkan veriləcək. Aleksandr Culadzenin sözlərinə görə Nazirliyin əsas prioritetlərindən biri şagirdlərin tədris prosesi zamanı onların özünü ifadə etməsinə kömək edəcək və rəqabət qabiliyyətinin artmasına töhfə verəcək. Bütün zəruri bacarıq və səriştələri inkişaf etdirilməsini təmin etməkdir. Bugün Marneulinin İctimai Kitabxanasında xəttatlıq müsabiqəsi keçirilib. Müsabiqənin qalib əl işlərinin müəllifləri simvolik hədiyyələrlə mükafatlandırılıblar. Bugün Marneulinin İctimai Kitabxanasının təşkilatçılığı ilə bələdiyyənin dövlət məktəblərinin şagirdlərinin iştirakı ilə xəttatlıq müsabiqəsi keçirilib. İştirakçılar karandaşla hazırlanmış əsərləri təqdim etdilər. Kitabxana müdirinin bizə bildirdiyi kimi, qalib əsərlər 2 nominasiya üzrə müəyyən edilib və şagirdlərə simvolik hədiyyələr verilib. Bu müsabiqə artıq bir neçə ildir ki, Marneulidə keçirilir. Məqsədi Gürcü yazısının unikallığını şagirdlər arasında nümayiş etdirmək və təbliğ etməkdir. Bornis Bələdiyyəsində az təminatlı ailələrə dəstək olan Pasxa ənənələri bu ildə davam etdirildi. İnsanları sevindirmək üçün 155 ailəyə Pasxa bayramı öncəsi ərzaq bağlamaları verildi. Bornis Bələdiyyəsinin meri vəzifəsini icra edən Buba Bucerişvili bu meriyanın inzibati xidmətinin rəhbərləri Papuna Muşqudiyani xeyriyyə evinin üzvləri ilə görüşüblər. Pasxa bayramı təbriklərini şəxsən çatdırıb və onları müqəddəs bayram münasibəti ilə əvvəlcədən təbrik ediblər. Həm sosial cəhətdən həssas ailələrə, həm də evdə qulluq xidmətlərindən faydalanılaraq Pasxa bayramı hədiyyələri verilib. Bu təşəbbüs bələdiyyənin xüsusi dəstəyə ehtiyacı olan ailələrə qayğıkeş münasibətini bir daha vurğulayır. Pasxa bayramı ilə əlaqədar Bornis Bələdiyyəsi hər il xeyriyyə evinin üzvlərinə və meriyanın evdə xidmət servisindən yararlanan ailələrə bayram hədiyyələri verir. Bu ənənə bu ildə pozulmadı. Yerli hakimiyyət nümayəndələri ilə birlikdə ailələri sevindirdik. Fürsətdən istifadə edərək
Hər kəsi Pasxa bayramı münasibətilə təbrik edirəm. Gözəl günlər arzulayıram. Məni yada salan hər kəsə təşəkkür edirəm. Hədiyyəsiz gəlsələr də xoş olardı. Çox sevinərdim. Hədiyyə ilə də sevindim. Hər kəsə Allahdan neçə belə Pasxa bayramları keçirməyi arzulayıram. Yerli hökumət nümayəndələri Qardabanda da az təminatlı ailələrə və vətəndaşlara Pasxa hədiyyələri təqdim etdilər. Qardaban bələdiyyəsində sosial cəhətdən həssas tənha pensiyaçılar və gözdən əlillər bugün Pasxa bayramı hədiyyələri aldılar. Bayram sovqatının paylanmasında yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər. Qardaban bələdiyyəsi hər il həssas təbəqə üçün müxtəlif fəaliyyət növləri planlaşdırır. Bu kateqoriya üçün Qardaban bələdiyyəsinin Səhiyyə, Sosial, Uşaq hüquqlarının müdafiəsi və dəstək xidmətinin təşkilatçılığı ilə qeydiyyatda olan benefisiarlara Pasxa bayramı hədiyyələri verilib. Sözü gedən kateqoriyadan olan 70 benefisiara Pasxa bayramı hədiyyələri verilib. Qardaban bələdiyyəsindən verilən məlumata görə gələcəkdə də sosial cəhətdən həssas və əlil insanlara dəstək olmaqda davam edəcəklər. Daxili İşlər Nazirliyinin nümayəndələri istintaq ifadələri nəticəsində 3 nəfəri həbs ediblər. Daha ətraflı materialımızda. Acaristanda fahişəliyə şərait yaratdıqlarına və fahişəlik üçün yer təmin etməklərinə görə 3 əcnəbi vətəndaş həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə təqsirləndirilən şəxslər qadınlara Batumda masaj salonlarında müvəqqəti yer təklif edib. Bunun müqabilində cinsi xidmətlərdən qazandıqları pulun müəyyən hissəsini alıblar. Saxlanılanlar Çin və Tayland vətəndaşlarıdır. Faktla bağlı 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan 254-cü maddə ilə istintaq aparılır. Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 əcnəbi vətəndaşı həbs ediblər. Detallara baxaq. Patrul polisi xarici vətəndaşları narkotik ittihamı ilə həbs edib. Onlardan xüsusilə külli miqdarda narkotik vasitə götürülüb. Keçirilən əməliyyatlar və istintaq tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində təqdirli bilinən 2 Qazaxıstan Respublikası vətəndaşını həbs ediblər. Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satışa hazırlama, habelə qanunsuz olaraq marixuananı əldə etmə, saxlama və satışa hazırlayan 2000-ci il təvəllüdlü 2 şəxs həbs olunub. Cinayətlər 20 ilə qədər və ya ömürlük məhbus həyatını nəzərdə tutur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə tutulmuş şəxslərin üzərini axtaran zaman və avtonəqliyyat vasitələrinə baxış nəticəsində Patrul Polis İdarəsinin əməkdaşları tərəfindən 34 bükümə metadon və qurudulmuş marixuana narkotik vasitələr maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələri, həmçinin Cinayət Məcəlləsinin 18-260, 273-cü prima və 18-273-cü maddələri ilə istintaq aparılır. Xəbərlər informasiya proqramı bununla sona çatdı. Hörmətli tamaşaçılar, gələn görüşlərə dək sağ olun, sağlıqla qalın.